Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Mərdəkanda elit məhəllələrin birində belə bir şəxsi tikili ev çıxıb satışa. Mən də gəldim, çəkim sizə təqdim edeyim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Deməli dostlar, Mərdəkanda əsas yola yaxın Xalça restoranın arxasında 12 sot torpaq sahəsində şəxsi istifadə üçün inşa olunmuş 400 kvadrat yaşayış sahəsi olan 6 otaqlı bir bağ evidir. Çalışacağım qısa məlumat verim. Hər hansısa sualınız yaranarsa, istənilən vaxtı bizimlə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat veririm. Yolu qapıya kimi asfaltdır, su, qaz, işıq daimidir, sənədləri qaydasındadır. İlkin olaraq qiyməti 1.350.000 manatdır. İnşallah ki, real müştəriyə yaxşı endirim olunacaq. Deməli dostlar, bura bağ evin əsas girişi, belə bir pultla darvaza, yanında əl qapısı. Təbii ki, ağıllı evdir. Telefonla idarə etmək olur, yəni qapını falan. Girişdən evin görünüşü belə görsənir. Girişdən sol tərəfdə də, sağ tərəfdə də böyük dekorativ ağaclar, yaşıllıq zolağı. Qarajı mövcuddur. Məhəllədən birbaşa qaraja giriş var. Qısa olaraq mən qarajı sizə təqdim edeyim. Burası qarajdır. Demək olar ki, yaşayış olmayıb, ona görə biraz baxımsız ola bilər, amma həqiqətən də çox ideal bir evdir. Deməli, belə bir böyük daşıma hovuzu ümumi olaraq çox möhtəşəmdir. Yəni, ev haqqında uzun-uzadı danışıb sizi yormaq istəmirəm. Kimin sualı olsa əlaqə saxlasın, mən telefonda daha ətraflı məlumat verəcəm inşallah. Belə bir böyük daşıma hovuz 12-nin 5-ə. Deməli, yay-qış mətbəxi evin yan tərəfində yerləşir. Bura böyük bir, belə bir açıq söhbətgah, çox maraqlıdır, yaşıllığın içərisində. Bura yay-qış mətbəxidir. Bütün elektronika falan hamısı var. Daxilində manqalı, stol, usul. Bir sözlə demək olar ki, yaşayış olmayıb, özünüz gələndə də şahidi olacaqsınız. Sonra dəyərli izləyicilər, böyük bir verandası, terası mövcuddur. Təbii ki, mətbəxdən bura çıxış var. Evin daxilindən onu sizə təqdim edəcəm. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Təbii ki, mən düşünürəm belə bir burada bağı olan yəqin ki, şəhərə köçüb yaşamaz. Ümumi olaraq bu da həyətin görünüşü. Yəni, özü üçün güllü çiçəkli, yaşıllığı bol olan bağ axtaranlar daha doğrusu mütləq ki, əlaqə saxlasın. Ya Allah, evə daxil olağın, evlə sizi tanış edeyim. Evə daxil olduq. Belə bir geniş hol hissəsi. Ümumi 400 kvadrat yaşayış sahəsi var, nəzərinizə çatdırım. Evin daxilində 4 hamam otağı var. Təbii ki, həyətdə də hamam otağı falan var. Sanitar qovşaq var. Onları sizə təqdim eləmədim. Girişdə belə bir qardiroblar yığılıb. Yəni, bütün mebellər falan hamısı Türkiyədən alınıb gəlib, lüstrar falan. Girişdən sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı da yetərincə genişdir, işıqlıdır, səliqəlidir, hündür tavanlıdır. Tam əşyalı satılır. Satan adam sadəcə şəxsi əşyalarını götürüb gedəcək. Allah alana da satana da xeyir versin. Belə bir kamin, təbii ki, işləyən kamindir. Girişdən sağ tərəfdə mətbəx yerləşir, üzr istəyirəm. Mətbəx mebeli, elektronika falan hamısı yüksək səviyyədə. Yəni, demək olar ki, istifadə olunmuyor. Bir də vurğulayıram. Mətbəxdən bir vurğulamışdım, verandaya, terasa çıxışı var. Yəni, kamera təhlükəsizliyi falan gördüyünüz kimi evlərdə də var, polisə mühafizəyə qoşulub. Bir sözlə, hər cür şərait var. Evin əsas hamam otağı, birinci mərtəbə və sanitar qovşaqla bir yerdə. Burada belə bir qardirob otağı, paltaryan falan hamısı burada quraşdırılıb dostlar. Deməli dostlar, birinci mərtəbədə bir otaq var. Təbii ki, buranın yataq otağıdır, amma idman otağı kimi falan istifadə olunur. Əşyalar var deyənə oranı sizə tam olaraq təqdim etməyəcəm. İkinci mərtəbəyə qalxan pilləkənli mərmərdir. Pilləkən qəfəsi paslanmayan alüminium profildir.
Bura ikinci mərtəbənin holudur. Ümumi olaraq istif oldu. Nəzərindən çıxmışdı, sizə deməmişdim dostlar. Yer tam olaraq bahalı tark etdi. Bura ikinci mərtəbənin holudur. Belə bir geniş hol. Təbii ki, holdan, yataq otağından balkona çıxış var. Evin ümumi hamam otağı, sanitar qovşaqla bir yerdə. Bura balaca yataq otağıdır dostlar. Bütün əşyaları falan var. Bura ikinci yataq otağıdır. Bura uşaq otağı kimi nəzərdə tutulub. Və iki böyük yataq otağı. Hansı ki, bu yataq otaqların daxilində özünün qarrobu, hamam otağı mövcuddur. Bura yataq otağına aid olan hamam otağı, sanitar qovşaq və bu da qarrob otağı. Əşyalar olduğu üçün tam göstərməyim, nəzərinizə çatdırın. Yataq otağından balkona çıxış var, enisi ilə holdan da. Və burada da böyük bir yataq otağı, bu yataq otağına daxilində özünün qarrobu və hamam otağı sanitar qovşaqla bir yerdə. Deməli, Mərdəkəndə Xalça restoranın arxasında 12 sot torpaq sahəsində 400 kvadrat 6 otaqlı tam əşyalı bağ evi 1.350.000 manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın. Biz sizə daha müasir, daha yeni bağlar təqdim edirik.